Hər səhər yuxudan oyanırıq, qaçırıq, çalışırıq, çabalayırıq. Məqsədimiz nədir? Evimizə bir tikə çörək gətirmək, ailəmizi xoşbəxt etmək, ruzimizi artırmaq. Amma bəzən elə olur ki, nə qədər qazansaq da əlimizdə heç nə qalmır. Sanki cibimizdə gizli bir dəlik var, gələn gedir. Evdə huzur yoxdur, malda bərəkət yoxdur. Süfrələr açıqdır, amma dadı yoxdur. Divarlar bəzəklidir, amma evdə soyuqluq var. Heç düşündünüzmü niyə? Niyə köhnə insanların daxmaları saray kimi huzurluydu, amma bizim saray kimi evlərimizdə sıxıntı hökm sürür? Bəlkə də qazancımızda yox, qazancımızı qoyduğumuz qabda problem var. Bəlkə də biz fərqinə varmadan evimizə bərəkət mələklərini yox, bərəkəti qaçıran əməlləri dəvət etmişik. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, ruzi insanı əcəli onu axtardığı kimi axtarar. Yəni ruzi sənin qismətindir, o mütləq gələcək. Amma əgər gəlmirsə və ya gəlib tez gedirsə, deməli o ruzinin yolunu kəsən bir maniyə var. Bugün sizinlə o maniyələri danışacağıq. Evdən bərəkəti qaçıran, kasıblığı və bədbəxtliyi maqnit kimi çəkən o 7 gizli səbəbi öyrənəcəyik. Rəsulullahın sallallahu aleyhi və səlləm və İmam Əlinin nuru ilə evimizi təmizləyəcəyik. Hazırsınızsa, gəlin qapımızı həqiqətə açaq. Evdən bərəkəti qaçıran birinci və ən böyük səbəb günah və yalandır. Evi sadəcə toz-torpaq çirkləndirməz, əziz izləyici. Evi orada danışılan yalanlar, edilən qeybətlər çirkləndirər. İmam Əli əleyhissalam buyurur, yalan danışmaq ruzini azaldar. Nə qədər qısa, amma nə qədər dəhşətli bir xəbərdarlıq. Bir insan ticarətdə, işdə və ya ailə daxilində yalan danışırsa, o bəlkə o anlıq qazandığını zənn edər. Amma əslində o qazancının bərəkətini yandırıb kül edir. Haram qarışan mal dəniz suyu kimidir. İçdikcə susuzluğun artar, heç vaxt doymazsan. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, günahlar ruzinin kəsilməsinə səbəb olar. İnsan işlədiyi günah üzündən ona gəlməkdə olan ruzidən məhrum edilər. Təsəvvür edin, ruzi qapınıza qədər gəlib, amma evdən gələn günah qoxusu onu geri qaytarır. Xüsusilə də zina və içki olan evdən bərəkət quş kimi uçar gedər. O divarlar arasında Allahın haram buyurduğu əməllər işlənirsə, oraya mələklər girməz. Mələk girməyən evə isə şeytanlar hakim kəsilər. İkinci böyük bəla israfdır. Müasir dövrün xəstəliyi. Çörəyi zibilə atmaq, suyu boş yerə axıtmaq, geyinmədiyimiz paltarları yığmaq. Həzrəti Əli əleyhissalam buyurur, İsraf etmək fəqirlik gətirər, qənaət etmək isə zənginlik. Biz bəzən niyə pulum çatmır deyə şikayət edirik, amma zibil qablarımıza baxmırıq. Atılan hər bir düyü dənəsi əslində atılan bərəkətdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir dəfə yerdə bir çörək qırığı gördü. Onu götürdü, təmizlədi və yedi. Sonra buyurdu, Allahın neymətinə hörmət edin. Çünki neymət bir qövümdən üz çevirsə, bir daha onlara çətin qaydar. Neymət küsəyəndir, əziz dostlar. Ona hörmət etməsən, o səni tərk edər. Və israfın əkiz qardaşı nankorluq, şükürsüzlük. Evdə hər şey var, amma dilimizdə ancaq şikayət var. O yoxdur, bu çatmır, filankəsdə var, amma məndə yoxdur. Halbuki Allah Quranda vəd verir. Əgər şükr etsəniz, neymətini artıraram. İbrahim surəsi 7. Şikayət etmək mənə verdiyin azdır deməkdir. Bu isə ruzi qapısını kilitləyən ən böyük açardır. Evin bərəkətini qaçıran digər səbəb o evin Allahdan xəbərsiz olmasıdır. Bir ev düşünün, içində bahalı mebellər, böyük televizorlar var. Amma o evdə bir dəfə də olsun səcdə edilmir. O evdə Quran toza batıb. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, İçində Quran oxunmayan ev xarabalıq kimidir. O evin xeyri azalır, şərri çoxalır və şeytanlar oraya axışar. Quran oxunan evin nuru səma əhlinə, yəni mələklərə, ulduzların yer əhlinə parladığı kimi parlayar. İmam Əli əleyhissalam buyurur, sübh namazı ilə günəşin doğması arasında yatmaq ruzini azaldar.
Baxın, hikmətə baxın. Günün başlanğıcı bərəkətin paylandığı vaxtı. O vaxtı qəflət yuxusunda keçirmək payından məhrum olmaq deməkdir. Bəzən insanlar deyir, qonaq gəlsə xərcim çıxacaq. Nə qədər böyük bir qəflət. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, qonaq öz ruzisi ilə gələr və ev sahibinin günahlarını aparar. Qonaq gəlməyən evə mələk girməz. Qapısı qonağa bağlı olanın ruzi qapısı da bağlı olar. Və qohumluq əlaqələrini kəsmək, silə-i rəhim. Bir insan ata-anasına, qardaş-bacısına qarşı soyuqdursa, onlarla küsülüdürsə, o insan dünya malı içində üssə belə bərəkət tapa bilməz. Həzrəti Əli əleyhissalam xəbərdarlıq edir. Qohumluq əlaqələrini kəsmək insanın ömrünü qısaldar və ruzisini kəsər. Bərəkət istəyirsənsə, get və bugün küsülü olduğun qohumla barış. O barışıq anında enən rəhməti təsəvvür belə edə bilməzsən. Gəlin qədim bir rəvayətlə ruhumuzu dinləndirək. Deyirlər, Həzrəti Musanın zamanında bir nəfər çox kasıb idi. Nə edirdisə işləri düz getmirdi. Bir gün Musadan xahiş etdi. Ya Musa, Tur dağına gedəndə Rəbbimdən soruş, mənim ruzim niyə belə azdır, nə vaxta qədər belə olacaq? Həzrəti Musa Allahla danışdıqdan sonra qayıdır və deyir, ey Allahın qulu, Rəbbim buyurdu ki, sənin qismətinə düşən ruzi azdır və ömrünün sonuna qədər belə olacaq. Kasıb adam bir anlıq kədərləndi, amma sonra üzündə təbəssüm yarandı. Dedi, ya Musa, Rəbbindən xahiş et, o az ruzini mənə bərəkətli etsin. Mən çox istəmirəm, bərəkət istəyirəm. Aradan vaxt keçdi. Musa Peyğəmbər bir gün o adamın yanından keçəndə gözlərinə inanmadı. Kişinin evi düzəlib, süfrəsi açıq, ətrafında insanlar, qapısında qonaqlar. Sanki padişah kimi yaşayır. Musa təəccüblə Rəbbinə səsləndi. Ya Rəbbim, sən buyurmuşdun ki, onun ruzisi azdır. Bəs bu bolluq hardandır? Uca Allahdan nida gəldi. Ya Musa, o məndən çoxluq istəmədi, o məndən bərəkət istədi. Mən də onun az malına elə bir bərəkət verdim ki, dənizlər qədər oldu. Çünki o şükr etdi, israf etmədi və paylaşdı. Bəli, əziz dostum, sir rəqəmlərdə deyil, sir bərəkətdədir. İndi gəl evimizin qapılarını taypatay açaq. Amma yalançılara yox, mələklərə, israfa yox, şükrə, küsülülüyə yox, mərhəmətə. Əgər evində bərəkət istəyirsənsə, bugündən başla. Bir dəfə Bismillah de süfrəyə otur. Bir dəfə ata-ananın əlini öp. Bir dəfə Quranı aç, heç olmasa bir səhifə oxu. Və görəcəksən ki, evdəki o ağır hava necə dəyişir, necə huzur dolur. Ey Rəbbimiz, evlərimizi Quran nuru ilə işıqlandır. Bizi israfdan, yalandan, haramdan uzaq tut. Ruzimizi bol, qazancımızı bərəkətli, ömrümüzü mənalı et. Evimizdən qonağı, süfrəmizdən çörəyi əski etmə. Amin. Əziz izləyici, əgər bu sözlər sənin də qəlbində bir ümid işığı yandırdısa, videonu bəyənməyi unutma. Sənin bir bəyən düyməsinə basmağın bu videonun başqa bir çarəsiz insanın qarşısına çıxmasına səbəb ola bilər. Kanalımıza abunə ol və rəy bölməsində Allahım, evimizə bərəkət ver yazaraq duamıza qoşul. Allah amanında. Hər səhər